Xoş gördük əziz dinləyicilər. İrandakı gərginlik yenə də davam edir. Təbrizdə hərbi vəziyyət elan edilib. Bununla bərabər kifayət qədər müxtəlif şəkildə insanların öldürüldüyü məsələsi ortadadır və bir də bu barədə məlumat vermişdim ki, İran orada Hizbullahdan, Hüseyniyun, Fatimiyun qruplaşmalarından istifadə edir ki, bu da öz tamamilə təsdiqini tapdı ki, İran rejimi öz xalqını məhz yaratdığı o proksi qüvvələr nəticəsində qırdırdı və bunun da faktları ortadadır. Amma bütün dünya əlbəttə ki, burada Trump'ın edəcəyi, atacağı addımdan söz açırdı və bunu çox gözləyirdi. Amma bunun nəticəsində nə oldu? Biz bu günləri müxtəlif siyasətləri görürük ki, Trump'ın ən çox inandığı Grem gedir pəhləvilərlə görüşür. O biri tərəfdən Trump bildirir ki, biz onlara demişik, onlar daha edam eləməyəcəklər. Digər tərəfdən biz ortaya kimi görürük? Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi güya Amerikaya təzyiq ediblər. Əl-Ərabiyyə telekanalı bunu yayır ki, təzyiq ediblər ki, bəs sən İrana zərbə vurma, o da bu təzyiqlərdə geri çəkib. Amma hər kəs bilir ki, bu günləri Amerikanın qarşısını almaq, hansısa ərəb ölkəsinin və yaxud da Türkiyənin Amerikanın qarşısını almaq deyə bir imkanı yoxdur. Sadəcə olaraq burada Allah bilir nələrdənsə razılaşıblar. Bunu da sizin nəzərə çatdım ki, bu günləri İranın hədəf olmasının ən böyük səbəbi və ən birinci səbəbi elə məhz İranın 25 illiyə özünü Çinə peşkəş verməsi və 400 milyard dollarlıq İrana qoyulmuş sərmayədir. Əlbəttə bu Venezuelada qoyulmuşdu. Venezuelada Amerika zərbə endirdi və indi keçdi İrana. Əlbəttə ki, ən böyük səbəb budur. Burada Çinin və Rusiyanın əlaltılarının, Çinin və Rusiyanın ucuz neft verənlər, Çinə ucuz neft verənlərin əlbəttə qarşısını almaqda. Ən böyük zərbə budur. Mən düşünürəm ki, artıq bu barədə müəyyən mənada ola bilsin ki, Amerika hökuməti ilə İran hökuməti arasında da bir razılıq əldə edilir. Çünki bu danışıqlar gedir, İran hökumətinin bu formada danışmağına basmaq. Amma bütün bunlara rəğmən İranda sosial vəziyyətin ağırlığı yenə də öz sözünü deyir. Siz xatırlayırsınızsa 12 günlük müharibədə Amerika deyirdi ki, bəs İsrail öldürmək istəyir, biz qoymadıq. Amma bu günlərdə biz nəyin şahid olduq? Çox maraqlı gedişlərdə İsrail baş naziri də xahiş edib Trumpdan ki, bəs sən ora müdaxilə etmə, çünki qoy İran xalqı özü rejimi çöktürsün. Mən bunu deyim ki, birmənalı surətdə mən buna inanmıram ki, xalqın rejimi çöktürəcəyinə inanmıram. Çünki rejim terrorçu qruplaşmalardan istifadə edir və öz xalqının milyonlarını belə qırmaqdan çəkinmir. 47 ildir bunu hər kəsi şahid edir. Amma bütün bunlar bərabər həm də biz nəyin şahidi olduq? Bu günləri Amerika Maliyyə Nazirinin də təsdiqlədiyi kimi İrandan 1,5 milyard dollar əsasən də Xamneyinin oğlu Müçtəba Xamneyi tərəfindən, məhz onun kanalları tərəfindən çıxardıb kriptovalyutalar şəklində məhz Birləşmiş Ərəb Əmirliyi istiqamətində 1,5 milyard dollar pulun çıxarılması öz təsdiqini tapdı və Amerika Maliyyə Naziri də bunu dedi və bunun da əlbəttə bunlara da embargo qoyulacağı barədə də məlumat verdi. Əsas məsələ nədir? Əsas məsələ ondan ibarətdir ki, nə İslam dövləti, bunlar faşistdilər, bunlar diktatordurlar. Diktatorlar yalnız və yalnız son vaxtlarda, son vəziyyətlərində təhlükə yarandıqda ancaq öz pullarını çıxartmağı haqqında düşünürlər. Ancaq öz maliyyələrini, xalqdan sömürdükləri, xalqdan uğurladıqları pulları çıxartmağa çalışırlar. Bax, görürsünüz, İmam Zaman deyirdiniz, İmam Zamanla danışan rəhbər deyirdiniz, görürsünüz. Onlar belə bugün artıq dünyada bir neçə telekanal da bunu təsdiqləyib ki, İrandan 1,5 milyard dollar hökumət, yəni Xamneyinin övladlarının çıxartdığı barədə öz təsdiqini tapır. Yəni, heç də İmam Zaman məsələsi deyil, heç də imamın naibliyi məsələsi deyil. Diktatorlar eynidirlər, diktatorlar faşistlər, öz xalqlarının düşməndirlər də və yalnız ən sonda belə yenə də pul uğurlamaqdan, pul çıxartmaq haqqında düşünürlər. Bu bir. İkincisi mən düşünürəm, yenə deyirəm, İranda sosial vəziyyət o qədər ağırdır ki, mümkün deyil ki, İran rejimi qala. Bugün olmasa da sabah siyasət tamamilə dəyişib, yenidən bu hadisə baş verə bilər və yaxud da ki, biz Trump'ın hiləli addımlarını görmüşük, hiləli sakit addımlarını görmüşük. Bu günləri biz onlar artıq danışdıq. Bəlkə də belə deyək ki, bu danışıqlar Xamneyini girdiyi 80 metrlik tuneldən çıxartmaq üçündür, girdiyi, gizləndiyi bunkerdən çıxartmaq üçündür. Amerika həmişə bunlardan istifadə edib. Bugün sanki heç bir problem qalmadı, artıq onlar bizimlə razılaşdılar. Hətta
edam da etməyəcəklər deyib, biz sonda dəhşətli bir zərbəni eşidə bilərik və son anda İran rəhbərliyinin öldürüldüyünün şahidi ola bilərik. Təşəkkürüm diqqətinizə görə.